Şagirdlərimiz, bugün sizə ən son nəşrə əsasən Tunç dövrünün izahını verməyə çalışacağım. Gəlin birinci başlayaq görək, ümumiyyətlə Tunç dövrü nə üçün Tunç dövrü adlanır? Deməli, müəllimlər, əmək alətləri, bəzək və məişət əşyaları Tunçdan hazırlandığı üçün biz bu dövrü Tunç dövrü adlandırırıq. Düzdür müəllimlər? Və Tunç dövrü ümumiyyətlə özü 2000 il davam edibdir. Yəni eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından eramızdan əvvəl 2-ci minilliyin sonuna qədər davam eləmişdir. Və Tunç dövrü özünü 3 mərhələdə göstəribdir. Deməli, erkən, orta və son Tunç dövrünü. Gəlin bərabər ən son nəşrə əsasən erkən Tunç dövründə mövcud olan hadisələri bərabər öyrənək. Deməli, müəllimlər və şagirdlərimiz, biz deyirik ki, erkən Tunç dövründə ilk növbədə deyirik Tunç əldə edilibdir. Erkən Tunç dövrü adlanır Kür-Araz mədəniyyəti. Niyə adlanır? Çünki əsas tapıntılarımız Kür-Araz ovallığı istiqamətində olduğu üçün biz bu dövrə Kür-Araz mədəniyyəti deyirik. Gəlin bərabər erkən Tunç dövründə olan hadisələri bir-bir sayaq. Deməli, deyirik ki, birinci ictimai əmək bölgüsü olubdur. Yəni, əkinçilik ayrılıb maldarlıqdan. İkinci hadisəmizdir. Deyirik ki, əkinçilik və maldarlığın ayrılmasından sonra artıq dedik ki, yaylaq maldarlığı meydana gəlmişdir. Biz deyirdik ki, eneolit dövründə evlər çiy kərpişdən tikilirdi, dairə formada tikilirdi, düz bucaqlı formada tikilirdi. Burada isə bir yenilik oldu ki, müəllimlər, evlərin tikintisində bünövrə daşdan qoyuldu. Deməli, deyirik ki, erkən Tunç dövründə evin ortasında, yəni əsas mərkəz hissəsində ocaq qurulurdu. Əmlak bərabərsizliyi yaranmışdır. Hasar evlərin, deməli, digər tayfaların bura hücumlarının qarşısını almaq üçün ətrafında yaşayış məskənlərinin ətrafında hasar çəkilirdi. Bu da ən son əldə olunmuş yenilikdir. Daha sonra deyirik, toxa əkinçiliyi öz yerini verib xış əkinçiliyinə, suni suvarma yaranıbdır. Qəbilə öz yerini verib tayfaya. Müəllimlər, gəlin görək tayfanın tərifi necədir? Deyirik ki, birlikdə yaşayırıq, birlikdə işləyirik və bizim əmlakımız ümumidir və biz qan qohumluğu əsasında birləşirik. Bu adlanır qəbilə. İndi gəlin görək tayfa nədir müəllimlər? Tayfa deyirik ki, eyni dildə danışırıq, eyni adət və ənənəyə sahibik və bizi bir neçə qəbilədən birləşirik. Buna isə tayfa deyilir. Daha sonra deyirik, əhali dağlıq, dağətəyi əsas istiqamətə deməli keçmişdir. Daha sonra deyirik, ana xaqanlığı öz yerini ata xaqanlığına verdi. Suni suvarma şəbəkələri meydana gəldi. Qəbillərin üzərində kurqanlar qurulmağa başladı. Bu, deməli, erkən Tunç dövrünün əsas deməli hadisəsidir. Biz əvvəllər deyirik ki, eneolit dövründə atın əhilləşdirilməsi ilə əhilləşdirilmə bitdi. Artıq belə demirik. Deyirik, xeyr. Heyvanların əhilləşdirilməsi isə erkən Tunç dövründə də, ortada da, sonda da deməli davam etmişdir. Bir də müəllimlər, belə deyirik də, atdan ilk dəfə olaraq minik vasitə kimi istifadə olunmağa başladı. Atdan minik vasitə kimi istifadə olunmağa daha çox deməli başladı. Eyni zamanda artıq oraqlardan, sümük oraqlarla yanaşı Tunçdan bütöv biçin alətləri daha çox deməli yaranmağa başladı. Eyni zamanda biz deyirik ki, erkən Tunç dövründə duluz çarxından istifadə artıq məhsuldarlığı artırmağa başladı. Metal işləmə sənəti inkişaf elədi daha çox və burada xüsusi ibadət evləri vardı müəllimlər və deməli bu ibadət evlərini biz konkret olaraq deyirik Qazaxda Baba Dərviş,
Naxçıvanda birinci Kültəpə, Xaçmazda isə Sərkərtəpə. İndi gəlin bərabər Orta Tunç dövrünün hadisələrindən sayaq. Deyirik, Orta Tunç dövrü eramızdan əvvəl 3-cü minilliyin sonlarında başlayıb və təxminən 600 ilə qədər davam edibdir. Yəni eramızdan əvvəl 2-ci minilliyin ortalarına qədər. Burada ən mühüm bildiyimiz deməli nələr olmalıdır? Biz dedik ki, erkən Tunç dövründə artıq qabların üzərinə naxışlarla bəzətdik. Orta Tunç dövründə isə boyalı qablar mədəniyyəti yarandı müəllimlər. Biz dedik ki, artıq ən son nəşri əsasən deyirik ki, Eneolit dövründən başlayaraq yaxın şəkli əlaqələrimiz olubdur. Orta Tunç dövründə isə bu davam edibdir. Biz dedik ki, erkən Tunç dövründə evlərin müdafiə divarları ilə əhatə olunmuşdur. Həmçinin bu hadisə Orta Tunç dövründə də əlaqəli olmuşdur. Eyni zamanda biz deyirik ki, bəli, erkən Tunç dövründə incəsənət inkişaf edibdir, amma Orta Tunç dövrü dedikdə konkret deyirik ki, incəsənətin çiçəklənmə dövrüdür. Baxın müəllimlər, bunu belə yadda saxlayın. Deyirik ki, sadə incəsənətin yaranması Paleolit dövründə, ibtidai incəsənətin inkişaf etməsi Mezolit dövründə, Orta Tunç dövründə çiçəklənmə dövrü kimi yadda saxlayırıq. Və bundan əlavə biz deyirik ki, deməli, Orta Tunç dövründə əsasən yaşayış məskənlərimiz vardı. İlkin şəhər mərkəzləri. Deyirik, Urmiyada Göytəpə, Naxçıvanda Oğlan Qala və 2-ci Kültəpə, Qarabağda Üzərlik təpə inkişaf etmişdir. Eyni zamanda dedik ki, Orta Tunç dövründə boyalı qablar mədəniyyəti, Orta Tunç dövründə dəmiyə əkinçiliyi daha çox inkişaf etməyə başladı. Orta Tunç dövründə yeni təsərrüfat sahələri, bağçılıq, üzümçülük, şərabçılıq, bostançılıq meydana gəldi. Eyni zamanda deyirik ki, metallurgiya sahəsində yeni bir sahə, ənənəvi döymə üsullə başqa metal ərintiləri xüsusi qəliblərə tökülməklə müxtəlif məlumatlar yaranmışdır. Eyni zamanda deyirik ki, müəllimlər, ilk dəfə olaraq ən son nəşri deyirik ki, sadə toxuculuq dəzgahından istifadə edilməyə başlayıb. Bu da belə. Yeni bir əmək bölgümüz yaranıbdır. Sənətkarlıq ayrılıb əkinçilik və maldarlıqdan. Daha sonra deyirik ki, Son Tunç və erkən Dəmir dövründə deməli biz bunu əsasən bu hissə şəklində bölürük müəllimlər. Deməli eramızdan əvvəl 2-ci minilliyin ikinci yarısından 1-ci minilliyin əvvəllərinə davam etmişdir. Gəlin görək hansı hadisələr bu dövrdə baş veribdir. Deyirik müəllimlər, hər bir iş əsas məşğuliyyət sahəsinə çevrildi. Müdafiə tikililəri yenidən daha çox inşa olunmağa başladı. Buna siklopik tikililər deyirlər müəllimlər və Naxçıvanda deməli Naxçıvanın digər qərb bölgələrində 100-dən çox belə siklopik tikililər var idi. Dəmirin daha çox kəşfi, dəmirdən müxtəlif deməli əmək alətlərinin hazırlanması, inkişafı daha çox deməli yaranmağa başlamışdır və siklopik tikililər əsasən deyirik ki, müəllimlər, Tunç dövrünə aid Naxçıvanda Çalxan qala və Arıqdam kəndi Gədəbəydə və Tunç dövrünə aid Nərgiz təpədə müdafiə divarı əsasən həmin dövrə deməli təsadüf edir. Eyni zamanda biz deyirik ki, ayaqla hərəkətə gətirilən duluç çarxından istifadə, atastayiş, deməli dəvədən minik vasitəsi kimi istifadə edilməyə başlanılması, metal işləmə sənəti daha çox inkişaf etməyə başlanıldı və dəmirdən müxtəlif əmək alətləri hazırlandı və eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində daha çox dəmir inkişaf etməyə başladı. Muğamda uzun təpə adlanan yerdə biz dəmir tiyəli qılıncların aşkarlandığını görürük. 3-cü ictimai əmək bölgüsü meydana gəlmişdir. Bu əmək bölgümüz artıq tacir qrupunun yaranması deməli olmuşdur. Tayfa başçıları layihələşdirilir, səma cisimləri layihələşdirilir, heyvanlara sitayiş daha çox ön plandaydı Son Tunç və erkən Dəmir dövründə. Təbəqələşmə meydana gəldi müəllimlər. Tayfa birliyinin
əsası qoyuldu həmin dövrdə və eyni zamanda deyirik ki, təbəqələşməni artıq əsas bölgə kimi deyirik. Qarabağda Xocalı, Oğuzda Kərimli kimi əsasən bunları deməli götürürük. Və biz deməli nəyi daha çox bilməliyik? Deməli yəni burada əsas müxtəlif sahələr olmuşdur. Bağçılıq, üzümçülük, duluzçuluq, şərabçılıq. Ən çox bunlar deməli ön planda olmuşdur. İbtidai icma quruluşunun son mərhələsində artıq təbəqələşmənin də ən yüksək pik həddini görürük və ibtidai icma quruluşunda insanlar arasında təbəqələşməni dərinləşdirən amillər isə maldarlığın nəkinçidən ayrılması, metalın emalı, tələbatın artıq məhsul istehsal etməsi və s. olmuşdur. Dərsi diqqətlə dinləyin və növbəti dərsdə inşallah görüşərik.